Söz birləşmələri. Söz birləşmələri. Nədir söz birləşmələri? Söz birləşmələri iki və daha artıq sözün məna və qrammatik cəhətdən yaxınlaşmasıdır, bir-biri ilə əlaqəyə girməsidir. Bu sözlərə biz söz birləşməsi deyəcəyik. Məsəl üçün, onun atası bizim məhəlləmiz. Sözü deyənlər. Nə deyək? Cəmiyyətdən fərqlənmək. Yolla gedərkən. Təmiz, deyək ki, otaq. Bunlar hamısı söz birləşmələridir. Söz birləşmələri əsas etibarilə bu formada olurlar. Bəs biz söz birləşmələri haqqında nəyləri bilməliyik? Söz birləşmələri haqqında biz əsas aslı tərəf anlayışların bilməliyik birinci növbədə. Deməli, söz birləşmələrinin iki mümkün tərəfi olur. Birinci tərəf, başqa adla buna deyirik asılı tərəf. Bu formada. Başqa adla da deyirik tabe olan tərəf. Bir də nə var? Bir də var ikinci tərəf ki, bu artıq adlanacaq əsas tərəf. İkinci tərəf əsas tərəfdir söz birləşmələrində. Və nəhayət tabe edən tərəf. Bu söz birləşmələrinin tərəfləridir. Məsəl üçün, yun, şal. Bu birləşmədə şal əsas tərəfdir, yun aslı tərəfdir. Məsəl üçün, dövlət, himni. Burada himn sözü əsas tərəfdir, dövlət sözü isə aslı tərəf olacaq. Yəni, bu formada biz bunları fərqləndiririk. Yaxşı, bəs söz birləşmələrini formalaşdıran sözlər necə olmalıdır? Mütləq şəkildə uşaqlar söz birləşmələrini formalaşdırmaq üçün ən azı 2 leksik mənalı söz olmalıdır. 2 leksik mənalı söz, mütləq şəkildə. Yəni, mən buraya yazsam, məsəl üçün, sən tərəf. Bu, birinci növ təyinli söz birləşməsidir. Çünki biz bilirdik ki, tərəf sözü özündən əvvəl ayə şəkilsili söz gəlməyəndə ism olur. Amma burada yazsam, sənə tərəf. Burada artıq tərəf qoşma olduğuna görə bu birləşmə söz birləşməsi deyil. Söz birləşməsi deyil. Bax, bu anlayışları bir-birindən fərqləndirməlisiniz. Və yaxud da ki, yazsam ki, bura deyək ki, dərs metodu bu söz birləşməsidir. Amma yazsam, dərs üçün bu söz birləşməsi deyil. Niyə? Çünki üçün burada qoşma rolundadır. Yəqin ki, tam anlada bildim. Yadınızda saxlayın ki, köməkçi nitq hissələri heç bir halda söz birləşməsi formalaşdıra bilməz. Nəzərinizdə qalsın, mütləq şəkildə. Sonra danışaq nədən? Söz birləşmələrinin quruluşundan ki, biz bu anlayışları da bir-birindən fərqləndirməliyik. Söz birləşmələri sadə və mürəkkəb olmaqla 2 yerə bölünür. Biraz sadələrdən danışacağım, tam şəkildə bunu anlayasınız deyə. Deyirəm, kitab mağazası. Bu, kitab mağazası ifadəsi. İkinci növ təyinli söz birləşməsidir ki, artıq bunları çıxardıblar. Bu, sadə söz birləşməsidir. Niyə? Çünki 2 dənə mümkün leksik mənadan ibarətdir. 2 dənə mümkün leksik mənadan ibarətdir. Yəni, bir leksik mənalı söz, ikinci leksik mənalı söz. Və bu olacaq sadə. Məsəl üçün, deyək ki, mahnı oxumaq. 2 leksik mənalı sözdən ibarətdir. Söz birləşməsi sadədir. Və yaxud da ki, sənin
üçün, sənin üçün çalışan. Fikir verin burada. Bu da sadədir. Niyə? Çünki 2 leksik mənalı sözdən ibarətdir. Üçünün leksik mənası yoxdur. Onun haqda maraqlanan da yenə də sadədir. Niyə? Çünki burada 2 leksik mənalı söz var. Üçüncünün leksik mənası yoxdur. Bunun leksik mənası olmadığına görə bu sözlərdə olacaq sadə birləşmələr. Daha sonra fikir verməlisiniz etmək, eləmək sözlərinə. Nəzərinizdə mən sizə öyrədirdim ki, məsəl üçün deyirəm ki, səbir etmək. Səbir etmək söz birləşməsi deyildi. Bu yəqin ki, yadınızdadır. Bu nə idi? Mürəkkəb feil idi. Mürəkkəb feil. Yəni sizə testdə düşsə səbr etmək, əməl etmək, hörmət etmək, kömək etmək, bunların heç biri söz birləşməsi deyil. Bəs belə bir şey düşsə, böyüyə hörmət etmək. Bu birləşməni necə götürəcəyik? Biz bu birləşməni götürəcəyik sadə söz birləşməsi. Niyə? Çünki uşaqlar, hörmət etmək bir dənə mürəkkəb feildir. Elə bilin ki, burada oxumaq kimi bir şeydir. Bu oxumaq necə bir sözdürsə, hörmət etmək də elə bir sözdür. Çünki bu mürəkkəb feildir. Elə bir istiot sözü, əlüzyan sözü necə bir dənə sözdür, hörmət etmək bir dənə sözdür. Böyük isə ikinci bir leksik mənalı sözdür. Deməli, bu cümlədə, bu birləşmədə iki mümkün leksik mənalı söz var. Deməli, böyüyə hörmət etmək sadə feili birləşmədir. Yəqin ki, burada hər hansı bir çətinliyiniz olmayacaq. Mütləq şəkildə bu nəzərdə saxlayın. Və yaxud da ki, yazıram bura yaza bilmək. Yaza bilmək. Yaza bilmək nə idi? Mürəkkəb feil. Burada birləşmə var qəti şəkildə. A plus bilmək mürəkkəb feilidir. Amma bura yazsam, yazı yaza bilmək. Bu artıq sadə söz birləşməsi olacaq. Niyə sadə? Çünki yazı bir leksik mənalı söz, yaza bilmək ikinci leksik mənalı söz. Nəzərinizdə qalsın. Keçək ikinci məsələyə. Mürəkkəb söz birləşmələrinə. Mürəkkəb söz birləşmələrində ən azı 3 leksik mənalı söz. Ən azı 3 leksik mənalı söz. Deməli, gəlin bir-bir nəzər yetirək. Ən çox bu ismi birləşmələrdə 3-cü növ təyin söz birləşmələrində olur. Deyirəm ki, silahın paslanmış mərmisi, gülləsi və s. belə. Silahın mərmisi. Bir leksik mənalı söz, paslanmış 2 leksik mənalı söz, silahın 3 leksik mənalı söz. Deməli, söz birləşməsi olacaq mürəkkəb söz birləşməsi. Və yaxud da ki, sahibin iclasda söylədikləri. Yenə də mürəkkəb söz birləşməsidir. Və yaxud da ki, belə bir şey deyə bilərik. Kamalın bizə hədiyyə kimi göndərdiyi. Fikir verin burada. Kamalın 1, bizə 2, hədiyyə 3, göndərdiyi 4 kimi burada artıq qoşmadı. 4 mümkün leksik mənalı sözdən ibarətdir. Mürəkkəb söz birləşməsi olacaq. Ümid edirəm ki, söz birləşmələri haqqında, yəni bunlar sizin üçün çətin gəlməyəcək. Bunlar bizim oldu söz birləşmələrimiz. İndi baxın uşaqlar, əsas sözün, yəni əsas söz deyəndə ikinci tərəf deyəndə tabe edən söz. Tabe edən sözün ifadə vasitəsindən asılı olaraq söz birləşmələri 2 yerə bölünəcək. Birincisi ismi birləşmələrdir. İsmi birləşmələr.
İsmi birləşmələrdə bölünür iki yerə. Təyini və qeyri-təyini söz birləşmələri. Düzdür? Artıq ismi birləşmələrin adı altında bölünən birinci, ikinci, üçüncü növ təyini söz birləşmələri dərslikdən çıxarılıb. Amma mən bunu keçəcəm ki, siz dəqiq şəkildə bunları sözlərdə fərqləndirə bilərsiniz. Əsas tərəfi, deməli, əsas tərəfi isimlə və isimləşmiş digər nitq hissələri ilə ifadə olunan sözlərdir. Bu isimləşmişi ona görə yazılır bura. Bəzən orada deməkdir, məsdər feili sifət də iştirak edir, zərf isimləşəndə iştirak edir, sifət isimləşəndə, say isimləşəndə və s. və ilaxır bu kimi şeylər. İndi yazırıq bura uşaqlar söz birləşmələrindən. Birinci növ təyin söz birləşmələri, birinci növ təyini söz birləşmələri. Çox qısa məlumatlar verəcəm. Birinci növ təyini söz birləşməsinin birinci tərəfdə şəkilsiz olur, ikinci tərəfdə şəkilsiz olur. Bunlar yanaşma əlaqəsində olurlar. Hər iki tərəf şəkilsiz. Məsəl üçün, nümunələr yazıram. Dəmir qapı. Taxta dirək. Gözəl musiqi. Və yaxud da ki, saxta sənət. Və yaxud da ən qədər artıra bilərik sifətlərlə yaşıl darvaza. Maraqlı məlumat. Bu formada bir şeylər. Nəyi nəzərinizdə saxlayacaqsınız uşaqlar? Birinci növ təyini söz birləşməsi cümlə daxilində parçalanır. Yəni ayrı-ayrı suallara cavab verir bunlar. Ona görə də cümlə daxilində bunu tapmaq biraz çətindir. İndi baxın. Deyirəm ki, biz maraqlı film izlədik. Neydi izlədik? Kim, biz, nəyi, filmi, necə filmi? Maraqlı filmi. Fikir verirsiniz, bir cümlədə təyin varsa, əmin olun ki, 99% həmin cümlədə birinci növ təyini söz birləşməsi də işlənib. Çünki birinci növ təyini söz birləşməsinin elə əsas funksiyalarından biri tamamlığa aid olan təyin, xəbərə aid olan təyin və ya təyinə aid olan təyin bu formada bir şeylərdir. Sadəcə olaraq təyinə aid olan təyin olanda burada birinci növ təyini söz birləşməsi olmur. İndi, yəqin ki, burada problemli bir şey olmadı sizin üçün. Növbətini yazıram cümlə daxilində fərqləndirmək üçün. Deyək ki, gözəl şəhərlərdə gəzdik. Nə etdik? Gəzdik. Harada gəzdik? Şəhərlərdə. Necə şəhərlərdə? Gözəl şəhərlərdə. Burada birinci növ təyin söz birləşməsidir. Amma siz sual verə bilərsiniz ki, axı, ay müəllim, bəs burada dediniz ki, ikinci tərəf şəkilsiz. Bəs necə olur ki, burada şəkilçi var? Burada məsələ ondan ibarətdir ki, uşaqlar, birinci tərəf şəkilsiz deyəndə, yəni ikinci tərəflə əlaqəyə girmək şəkilçisi yoxdur. İkinci tərəf şəkilçiyə girəndə onu birinci tərəflə əlaqələndirən hər hansı bir şəkilçi yoxdur deməkdir. Yəni burada şəhərlərdə larlərlə dadə heç biri gözəl sözünü özü ilə əlaqələndirmir. Ona görə biz bunlara deyirik birinci növ təyini söz birləşmələri. Sonra gəlir ikinci növ təyini söz birləşmələri. Bundan əlavə bəzi şeylərdə deyim qoyun sizə. Birinci növ təyini söz birləşməsi haqqında. Deməli uşaqlar, bəzən birinci növ təyini söz birləşmələri bütövlükdə suala cavab verir. Bu hansı hallardan mümkündür? Məsəl üçün, deyək ki, rəng sözlərindən, məsəl üçün, sarı rəng. Məsələn, sarı rəngi sevirəm. Sevirəm. Nə edirəm? Sevirəm.
Nəyi sevirəm? Sarı rəngi. Da mən deyə bilmərəm axı, nəyi sevirəm? Rəngi, hansı rəngi? Sarı rəngi. Olmaz da bu formada. Və yaxud da ki, yeni il gəldi. Nə etdi? Gəldi. Nə gəldi? İl gəldi deyə bilmərəm ki, nə gəldi? Yeni il gəldi. Və yaxud da ki, ikinci mərtəbədə yaşayır. Nə edir? Yaşayır. Harada yaşayır? İkinci mərtəbədə. Mərtəbədə yaşamaq olmaz da uşaqlar ki, ona biz ikincini də əlavə eləyək. Yəni bu formada biz birinci növ təyin söz birləşməsini fərqləndiririk. Bəzən də bir yerdə suala cavab verir. Amma əsas etibar ilə ayrı-ayrılıqda suala cavab verir birinci növ təyin söz birləşməsi. Sonra gəlir ikinci növ. İkinci növ təyini söz birləşmələri. İkinci növ təyini söz birləşmələrində məsələ nədir? Uşaqlar, vəziyyət belə olur. Birinci tərəf şəkilsiz, üstə gələk ikinci tərəf mənsubiyyət şəkilçili. Özdə mütləq şəkildə üçüncü şəxsdə olmalıdır bu mənsubiyyət şəkilçisi. Çünki biz ikinci növ təyini söz birləşməsindən danışırıq və birinci tərəf qeyri-müəyyən yəlik halda olmalıdır. Qeyri-müəyyən yəlik halda. Məsəl üçün, maşın satışı. Şiir maşının satışı formasında olmalıdır. Təhsil Nazirliyi. Təhsilin Nazirliyi formasında. Və yaxud da ki, biz deyə bilərik bura çörək mağazası. Yəni, çörəyin mağazası formasında. Və yaxud da ki, qapı rəngi, nə bilim, deyək, pəncərə ölçüsü, uşaq zamanı, uşağın zamanı mənasında elə deməyə deyək, uşaq bağçası. Bu formada bir şeylər verə bilərik biz burada uşaqlar. Yəni, çətin bir şey deyil. Birinci tərəf qeyri-müəyyən yəlik hal, ikinci tərəf mənsubiyyət şəkilçili sözlər, ikinci növ təyini söz birləşməsi olacaq. İkinci növ təyini söz birləşmələri parçalanmır. Cümlədə bir yerdə suala cavab verirlər. Arasına söz əlavə eləmək qəti şəkildə mümkün deyil. İstisnalar xaric. Deməli, cümlədə bizə necə qabağımıza çıxa bilər bu? Belə bir şey. Dünən deyək ki, anım günündə görüşdük. Nə etdik, görüşdük? Nə vaxt, nə zaman, haçan? Dünən, harada? Anım günündə. Bu anımın günüdə bu ikinci növ təyini söz birləşməsi. Yəni, bəzən bunu bərpa eləmək mümkün deyil. Amma biz başa düşməliyik ki, burada ikinci növ təyini söz birləşməsi bizim gözümüzə sataşır. Yəni, bunu mütləq şəkildə bilməliyik biz. Və yaxud da ki, deyirəm ki, hədiyyə dükanı bağlı idi. Bağlı idi. Necə idi, necə idi, bağlı idi. Hara? Hədiyyə dükanı. Hara bağlı idi? Hədiyyə dükanı. Bu nədir? Hədiyyənin dükanı. İkinci növ təyini söz birləşməsi və əsas tərəfin ism olmağı bizim üçün və yaxud da ki, isimləşmiş digər nitq hissəsi bizim üçün çox önəmlidir. Və yaxud da ki, atalar sözü mənalıdır, mənalıdır. Necədir, necədir, mənalıdır. Nədir mənalı olan? Ataların sözü. Bu formada bir şeylər. Və yaxud da ki, cümlənin xəbəri vəzifəsində çıxış elətdirək bir şeyin. O, telefon aparatıdır. Nədir? Telefon aparatıdır. Yəni, telefonun aparatıdır. Deməli, biz cümlədə qeyri-müəyyən yəlik hallı söz görürüksə,
Hardasa, əmin ola bilərik ki, hardasa. Əmin ola bilərik ki, ikinci növ təyini söz birləşməsi həmin cümlədə işlənmişdir. Qaldı sonuncu, üçüncü növ təyini söz birləşməsi. Deməli, üçüncü növ təyini söz birləşmələri. Üçüncü növ təyin söz birləşmələrində biz nəyi bilməliyik? Birinci tərəf yiyəlik hal, üstə gəlinsin ikinci tərəf mənsubiyyət şəkilçisi. Hər üç şəxsi mənsubiyyət şəkilçisi, bu da müəyyənlik bildirən yiyəlik hal. Üçüncü növ təyin söz birləşməsi çox geniş anlayışdır. Baxın, yazıram bura, onun ağlı və yaxud da ki, stolu üstü dəmirin möhkəmliyi. Koroğlunun qılıncı. Və yaxud da deyə bilərik biz küçənin eni. Yəni, bu formada bir şeylər üçüncü növ. Birinci tərəf yiyəlik hal, ikinci tərəf mənsubiyyət. Birinci tərəf yiyəlik hal, ikinci tərəf mənsubiyyət. Bu formada möhkəmlənir. Yəni, üçüncü növ təyini söz birləşməsinin strukturu budur. İgidin cəsarəti oxumağın, görürsünüz, məsdər də ola bilər, faydası, hətta ikinci tərəfdə də məsdər ola bilər, onun oxumağı, məktəbin oxuyanları, feili, sifət belə ola bilər. Əsas odur ki, birinci tərəfdə yiyəlik hallı söz gəlsin. Üçüncü növ təyini söz birləşməsi parçalanmadan cümlə üzvü olur. Məsəl üçün, deyirəm ki, qardaşımın uğuru çox qürurlu idi. Necə, nə cür idi? Qürurlu idi. Nə? Qardaşımın uğuru. Üçüncü növ təyini söz birləşməsi formalaşacaq burada və cümlədə bir yerdə suala cavab verəcək. Digərlərindən fərqli olaraq üçüncü növ təyini söz birləşməsinin arasına en qədər söz əlavə etmək olur. Məsəl üçün, məktəbin geniş, gözəl, ağaclarla bəzənmiş yolu. Fikir verin, bu nədir? Məktəbin yolu. Əsas məsələ cümlədə bunu görməkdir. Əsas məsələ. Məsəl üçün, sizə cümlədə belə düşə bilər. Biz kəndin qorxulu, vahiməli və gecəsi çox qaranlıq olan tərəfi ilə addımlayırdıq. Siz burada nə etməlisiniz? Kəndin tərəfini görməlisiniz ki, biləsiniz, bu bir dənə cümlə üzvüdür qoşma ilə bərabər. Bir dənə mürəkkəb cümlənin üzvü olacaq. Yəni, mütləq şəkildə bunu görmək lazımdır. Bir də üçüncü növ təyini söz birləşməsinin dediyi tərəfləri parçalanmır. Amma diqqətli olmaq lazımdır. Bizim və sizin əvəzlikləri olanda özündən sonra gələn söz mənsubiyyət şəkilçisini itirsə, məsəl üçün, bizim ev, sizin deyək ki, yurt. Məsəl üçün, bizim ev gözəldir, sizin yurt genişdir. Burada nə olacaq? Necədir, nə cürdür? Gözəldir, nə ev, hansı ev? Bizim ev. Necədir, genişdir, hara? Yurt, hansı yurt? Sizin yurt. Burada bölündü. Amma mən buraya yazsaydım,
Bizim evimiz. Bizim evimiz gözəldir. Burada bölünməzdir. Necədir, nə cürdür, gözəldir. Haradır gözəl olan? Bizim evimiz. Görürsüz, üçüncü növ təyinli söz birləşməsi burada mənsubiyyət şəkilçi yerində olduğuna görə parçalanmayacaq. Yəni, bu qədər sadə. Bir də qaldı növbəti nüans, üçüncü növ təyinli söz birləşməsi haqqında. İkinci tərəfdə, yəni əsas tərəfdə təsriflənməyən feillər gələrsə, nəyə baxmalıyıq? Əgər sizə belə bir şey gələrsə, məsəl üçün, deyək ki, mənim qaçmağım. Maqnət plus bu mənim, bu qaçmağın mənsubiyyət, bu da yiyəli çal. Bu üçüncü növ təyinli söz birləşməsidir. Amma sizə düşsə burada yaxşı bəzənməyi, bu feili birləşmədir. Burada mənsubiyyət var, amma əvvəlində yiyəli çallı söz yoxdur. Nümunə üçün bir də yazıram, yadınızda saxlayın. Məsəl üçün, deyək ki, maraqla baxmağı. Bax, burada feili birləşmə var. Niyə? Əgər bunu mənsubiyyət kimi düşünsək, özündən əvvəl yiyəli çallı söz gəlməyib. Amma buraya yazsam, onun maraqla baxmağı, bu artıq olacaq üçüncü növ təyinli söz birləşməsi. Bu birinci nüans bilməli olduğumuz. İkinci nüans, yadda saxlayın ki, əgər söz birləşməsinin əsas tərəfində acaq şəkilçili söz varsa və yaxud da ki, deməli, dığı şəkilçili söz varsa, istənilən anda bu feili birləşmədir. Yəni, istəyir, bura düşsün təəccüblə, deyək ki, baxmağı və yaxud da ki, düşsün onun təəccüblə baxmağı. Heç bir fərq yoxdur burada. İkisində də olacaq feili birləşmə. İkisində də acaq, əcək və dığı varsa feili birləşmədən söhbət gedir. Əgər orada birləşmə varsa, nəzərdə saxlayın. Bu oldu bizim ismi birləşmələr haqqında bilməli olduqlarımız.